Növbəti ziyarətimiz isə Ərafat dağıdır. Hacıların Ərafatda elədiyi dualar qəbul olar. Günahların bağışlandığı yer, duaların qəbul olduğu yer və insanların Allah tərəfindən rəhmətə qərq olduğu yer. Burada diyanasan. Zilhiccə ayında burada hacıların gəlib diyanması, bilin dosta tanışda kim hacı varsa, həcdə olub, mütləq bura gəliblər. Bura gəlməsə, həcləri batıl olar. Ümrədə vacib olmasa da, mühüm əlamətlər, ziyarətlərdəndir yana hər dəfə gəlirik. Allaha həmd olsun ki, bizlərə nəsib edib. Ərəfət çölü, Həzrət Adəm əleyhissalam ki, eştiramı, Adəm Peyğəmbər, İlk dəfə qadağan olunan meyvədən ki, 7 cənnətdən qovuldu, gəldi bizim dünyaya, bu dünyaya yəni. Özü də, yoldaşı da. Neçə il ağladı, tövbə elədi Həzrət Adəm. Peşman oldu. Bəzi yerlərdə 40 il deyirlər, bəzi yerlərdə 300 il deyirlər. Hər halda nə xeyli müddət ağlayıb, tövbə elədi, peşman oldu. Ki, niyə mən qadağan olunmuş meyvədən yedim? İblisə aldanıb Həvvanın vasitəsilə. Bizim gəlib birinci düşdüyümüz şəhər ki var idi, Ciddə, bilirik də, Ciddə şəhəri. Ciddə sözü nənə deməkdir. Ona görə qoyulub ki, insanların hamısının nənəsi olan Həzrət Həvvanın deyirlər birinci gəldiyi yerlərdəndir. Ona görə də şəhərin adı Ciddədir. Həzrət Adəmlə Həzrət Həvvanın bağışlanandan sonra dünyada ilk dəfə qovuşduqları, görüşdükləri yer Ərəfət çölü olub, bu olduqlarımız yer. Ki, bura Adəm Peyğəmbəri təsəvvür edib, birinci insan, ilk insan gəlib burada olub. Və Əbülbəşər deyirlər də, bəşəriyyətin atası, ilk insandır, bir şey ki, o da burada olub. Həzrəti Peyğəmbərimizə kimi demək olar, bütün Peyğəmbərlər burada olublar. Peyğəmbərlərdən sonra imamlarımız, övliyalar, salihlər, Zilhiccə ayında min illərdir gəlinən hacılar, hamısı burada olurlar. Ki, o mübarək, müqəddəs yerə bizim də ayağımızdayıq. Allah bu ziyarətlərimizi mübarək, vacib həcc ziyarətində də bura gəlməyi və vüquf eləməyi hər birimizə nəsib eləsin.